Hancock kimi falan olmaq istəyərdim yəqin ki. Bazılar. Heyvanları otusturardım, kərtənkəllərə də mollalıq Qəfə edir. salardım da. Qonağımız astrolog Rauf bəy idi, gördüyünüz kimi. Smək zətmanısı çıxmışdı Emine'nin. Səyid deyir, pulum yoxdur, Lukas deyir, məndə çox. İnsanlar olsa nə edəsən də xeyri yox. Orada mollalıq eləyərdim. Mikrofon qoy yerə, xala. Heç vaxt almadığım sualları aldım. Yəni 28 yaşıma qədər heç vaxt verilmədiyi suallar verdilər mənə. Hər kəsə salam canlarım, dostlarım, qardaşlarım. Söz-söhbətin 4-cü bölümünə xoş gəlmisiniz. Yenə mən. Bugün açılışımızı bayramla eləmək istəyirəm. Bayram bizim ən yaxın dostlarımızdan biridir, amma qonağımız o deyil. İndi isə sizə ən yaxın dostlarımızdan biri olan toyların kralı, manısların manısı, Şahruxanın əkizi Rauf gəlsin. Gəldim. Xoş gəlmisiniz Rauf bəy, necəsiniz? Sağ olun, yaxşı. Sizi gördüm, yaxşı oldum. Bunu zəhmətimizi içək, elə başlayaq. Bu bizim qonaqlarımıza verdiyimiz şatdı, kola şatı. Sizin sağlığınız olsun onda. Çox tündüydü. Çox ağırdı. Rauf bəy kimdir? Tam olaraq nə edirsiniz, mən onu deyim. Kimsən də, sən kim olmusan? Kim olmuşam? Adi sıradan bir insan. Het qeyşir. Aha. Bir ara mühəndis. Hər şey yəni. Metro. Bir insanda nə axtarsa hamısı var. Yəni. Hamısı var. Allah, super. Onda belə deyim, kim olmusan? Heç kim. Heç kim olmamış. Necə yəni, bura gələn hamı deyir, heç kim olmamışım. Sən nəsə olmusan, yaxşı fikirləş. Yəni fərqli insanların gözündə fərqli insan. Yəni kimisinin gözündə yaxşı qardaş, kimisinin gözündə yaxşı dost, kimisinin gözündə işdə het qeyşir, yəni baş kassir. Vaxt var idi, mühəndis. Yox amına. Belə yəni. Kimisinin gözündə bəs? Kimisinin gözündə onu da deyə bilməyəcəm. deyərsən, yaxşı fikirləş. Onu da deməyim, olarsa qalsın. Okey, demə. Yaxşı, biz bilirik. O siz bilirsiniz. Rauf, maşının var da sənin. Hə. Niyə metro ilə gəzirsən? Çünki kasıbam. Yəni maşın sürənlər zaten özləri bilir ki, yəni şəhərdə bu probka ilə maşın sürmək, ikinci bir növbədə rasxod, yəni hər dəfə benzin, parkovka falan. Yəni metroya yaxınam, metroya düşüb gedib gəlirəm lazım olan yerə. Təbii ki, bəzi hallarda da maşından istifadə edirəm də. Maşında 95 benzin olanda vəbşə. Bəli, temboli. Əlbi göstər. Əlbi belə tut düz. Əlin niyə əsir? Canımız. Hərbidə səyəcəmliyəm. Heç kamera qarşısına çıxmamışam. Bir dənə sual vermək istəyirəm. Aha, Amma cavabını qəşəng gözləyirəm də yəni. inşallah ki. Nə ilə iş görmürlər? Yaxşı, mən sənə zəng edib desəm ki, metro ilə iş görmürlər. Metro ilə iş görmürlər. Kaputu. Ancaq kaputu. Sən bunu orada yadından çıxartmısan. Metro ilə iş görmürlər də. Nə ilə iş görməyəcəklər? Haputu. Mənim ağlıma gəldi. Yəni kassa mənə otağa zəng eləyib nə ilə iş görməzlər sualını vermişdilər. Yəni bu efir qarşısında bu sualı gözləmirdim açığı. Görsən də, məndən nə gözləyirsən Sürprizlər olub. Son zamanlarda, ya son bir həftədə falan ən çox baxdığın, aranızda uşaqlarla zarafat elədiyiniz, ən çox istifadə etdiyiniz mimlər hansılardır? Mimlər. Yəni yəqin ki qarşımıza çıxan TikTokda olan və ya da trend olan hər hansısa bir məzəli videoları falan nəyəsinsə eləyirik. Bilmirəm indi burada deyə bilərəm onu. De gəlsin. O bir dənə video var, qızım deyir ən çox ondan məzələdir. Sonra Həmin yerdə kadra verirdi qızım ən çox xatırınız olub. mən sən ayağa dur qızmaq istəyirəm. Prosta deyirəm ki, kadrdan çıxarsan, biz səndən ay dağlarda gəzən oğlana İlyas oxşayırıq. Dura bilər ayağa. Arxada baxın. Yan-yana çək. Ay dağlarda gəzən oğlan, ay dağlarda gəzən oğlan. Uşaq vaxtı, yəqin ki, sən indi beləsinsə uşaq vaxtı bundan da betər imişsən deyə düşünürəm. Uşaq vaxtı yaşadığın ən maraqlı hadisə və ya da uşaqlıqda olan bir sirr varmı ki, hansı ki, hələ çox az adam bilir, amma bu gün burada mənə deyə biləcəyin uşaqlıq sirləri? Uşaq vaxtı başıma gələn ən çox hadisə mən həmişə tok vurub. Tok vurur. Həmişə tok vurub. Yəni əlimə nə gəlirdisə, yəni rozetka deyilən yer var da, aparıb ora saldım, maraqlı gəlirdi. Neçə dəfə tok vurub. Bir dəfə də yəni ki, bilirsiniz, bağ qayçısı olur. Belə maraqlı gəldi ki, bu kabeli ortadan bu bağ qayçısı ilə kəssəm nə olar? Tok taxılı. Taxılı və o dilin tili prosto götürüb kəsdim və işıqlar partladı. Aha, sənə heç nə olmadı? Mən heç nə olmadı, yaxşı qurtardım. Amma işıqlar partladı, yəni bildiyim partladı. Amma sirlərim deyən oldu, çünki nə eləmişəm ki, həmişə cəmaatın qabağında eləmişəm. Həmişə də cəmaatın qabağında partlayıb başımda. Necə ağılda sən o şunuru kəsən? Neçə yaşın var idi? Mən çox da balaca deyildim. Düzdür, lap balacaqlıqdan toklarla oynamışam. Və mən bunu eləmişdim, bilmirəm niyə.
Nəyə görə maraqlı gəlir ki, o kabeli kəsmək sənə? Kəsdin və evin atan da sənə heç nə, o kabelin atan sənə döymədi. İş burasındadır ki, evdə eləməmişdim. Hə, ev başqasının evində Başqasının evində eləmişdim, Oyda. başqasının evin partladı. Onda o başqasının atası sənin otobusda getməmişdi. Yox, iş burasında özümüzünkilərin evində eləmişdim, babanın evində. Ayda, yazıq baba. Baba gəlib kişi kabelizasiyadır, nəyə görə olub, səbəbi deyə bilmirəm. Bilməyib sən Necə deyim ki, mən kabeli kəsmişəm bağ qayçısıyla. Bağ qayçısıyla. Yaxşı, uşaqlıqdan söz düşmüşkən, bəs yəni demirəm də 5-6 yaşından, yəni 27 yaşın var da, 25, 28, 25-dən o yana fikirləş. Ən çox istifadə etdiyin söz hansı olub? Uşaqlıqda da ola bilər, indi də. Hal-hazırda abi. Aha. Yəni işlədiyim yerdə də, ətrafımda da hamı abi tanıyır da məni. Aha. Yəni bəzi menecerlərimiz var ki, hətta onlar mənə abi deyə sən- çağırır. Onun üçün mən dadandırdı. Ondan əvvəl qaqa, bir ara hələ qəriblə zəng eləyəndimcə hardasan qa, nələrsən? Qamı. Ancaq temamız oydu qa. Yaxşı, bəs bir şey məsələn çox xoşuna gəlir. Onu görəndə o reaksiya bildirsən. O reaksiyada nə sözü deyirsən, nə istifadə edirsən? Ay, Belə istifadə edirsən. ay. Elə bir suala reaksiya bildirdin hal-hazırda. Necə hiss edirsən özü bu ölkədə yaşayaraq? Azərbaycanda gənc olmaq okey, gözəldir. Müəyyən nüanslar var ki, hansı ki üstünlükləri var. Rahatsan, yəni kimsə sənə nəsə bir problem yaratmır falan okey, amma mənim ən çox qıcıq olduğum və qəbul eləmədiyim şey hər kəsə şamil olunmur təbii ki, amma metrodan, avtobusdan və yaxud da hardasa iş yeri olsun, yaşlı nəslin cavan nəslə olan bir qəribə aqressiyası var. Elə veriliş var ki, Metronun üstündə bu nə də çəkilir? Sanki nərdivanı qalxanlar və nərdivanı enənlər mövzusu. Yəni biz nərdivanı qalxırıq, onlar artıq enir. Bilmirəm bunun aqressiyasıdır, yoxsa nəyin aqressiyasını yəni çatmır mənə. Davamlı olaraq ictimai nəqliyyatda falan məsəl üçün gedəndə bizə qarşı sərt baxışlar falan. Metroya minirsən, avtobusa minirsən, hamı bir-birinə aqressiya ilə baxır. Hə. Niyə? Yəni niyə hər kəs dalaşmaq mı istəyir? Hər kəs problema. Hətta biz işdə falan olanda bəzi gələn müştərilərlə davamlı olaraq işləyirik deyə hər kəs gəlir problem axtar, hər kəs dalaşmaq istəyir. Niyə? Yəni olmaz ki, bir-birimizi xoş dillə, xoş gülər üzlə falan bir-birimizi başa düşək. Bəs yaxşı, işdə sənin başına gələn müştərilərlə bağlı ən qeyri-adi, sənə 3-4 gün əziyyət verən bir şey olub? Bir dəfə bir müştəri yaxınlaşmışdı ki, siz mənə burada qaytarım eləmisiniz, çekini verməmisiniz mənə. Biz dedik ki, yəni normal olaraq bizdə kassirlər çeki verir sizə. Yəni kişi bir həftə, 10 gün zəng elədi, dalaşdı, mağazaya gəldi, mənlə sporlaşdı, o birindən dalaşdı ki, siz mənə qaytarım eləmisiniz, çeki verməmisiniz, mənim kartıma pul göndərilmir falan peşmiş. Yəni ofisə ələhvələ eləmişik, kameralar, menecerlər, aləm dəyib bir-birinə və sonradan anlaşıldı ki, sən demə müştəriyə 28-də qaytarıbmış. Bizə gəlməyib ümumiyyətlə. Yəni müştəri gəlib sual verirəm. Yəni kadrlar əlimizdə var. Müştərin gözləyir ki, müştəri yaxınlaşsın. Yaxınlaşıb deyir ki, mən sizdə qaytarış eləmişəm, amma siz mənə pulu göndərməmisiniz. Mənə də çek verməmisiniz. Yəni son dəfə istədim ki, bəlkə yadına düşər və sual verirəm ki, müştəriyə ola bilər ki, siz digər filialda qaytarmısınız. Mənə qayıtdı ki, mənim 60 yaşım var. Mən danışığımı çox gözəl bilirəm. Mən o qədər hələ başımı itirməmişəm. Okay. Və siz bunu pulu qaytarmamısınız falan da peşməkandır falan və biz çıxartdıq görüntünü göstərdik. Müştəri özü şokdadır. Və Quran haqqı, Allah haqqı mən burada qaytarmışam. Yəni odur. Necə ola bilər? Və görüntünü çıxartdıq bu sizsiz. Hə, necə ola bilər? Özləri deyirlər ki, pulu siz qaytarmamısınız. Onlara izah eləmək olmur ki, pulu biz qaytarmırıq. Pulu sənin bankın qaytarır. Yəni post terminal banka məxsusdur və qaytarılma da onlara da. Bilər ki, sən qaytarırsan pulu oradan kasadan çıxardıb verirsən kartı. Mənə o vaxt deyə bilərsiniz ki, mən nə pul qaytarım, mən sənə pul qaytarmamışam. İtirər, karvan keçər. Bir gün prezident olsaydın, əvvəl ölkəni de, sonra nə edərdin? Bir sutka ərzində onu de. Bir günü prezident olsaydım, Norvegiyanın prezidenti olmaq istəyərdim. Haranın? Norvegiyanın. Aha, Norveç. Çünki təbiəti falan, insanları, xoşbəxtlikləri falan da peşməkanın, yəni çox xoşuma gəlir oranın. Orada yaşayıb, əylənib, deyib gülüb, məzələnib, quruğu da yığırsan, aparırsan özündə. Sən baş nazir ol. Maraqlı bir həyat orada. Belə bir şeylər eləyərdim. Nə xeyir verəcək? Yeyib-içib gəzəcəkdin? Məsələ də odur ki, elən asan oradır. O ölkədə hər şey hazırdır. Heç ehtiyac yoxdur nə isə eləməyə. Sadəcə gedirsən, Quş quşlarının yerini dəyişərdin. Ən xoşuma gələn şeylərdən. Hə, mən də getmək çox qəşəng, maraqlı. Pul ver gedək. Problem yox. Allah lazımdır. Borcumu ver ondan gedək. Belə bağıran ki, borc qutaran deyil onsuz da. Okay, yəni sən də heç nə. Yaxşı, bəs səndə 1 milyon olsa nə edərdin? Bir sutka ərzində. Bir dənə qəşəng. Aha. Qərib kimi bir dənə divayda alıb. Fort Bakıda bir dənə ev, Xətayda bir dənə ev, Mərdəkanda bir dənə ev olar. 10 dənə bıyığı götürsən, buraxsan taksiyə. Yox, divayda zad alıb buraxmıram. Amma qəşəng bir dənə maşın, ev, kiçik bir biznes.
Reis otuzdurursan həyatını. Bir sutka içində. Yaşayırsan da, bir sutku nə var? Səhər-səhər durdun, qəşəng bir dənə reis maşın danışdın, ev danışdın, bir dənə qəşəng kiçik biznes, obyekt, otuzdurursan reisə, yaşayırsan da bala-bala. Yuxudan durursan, görürsən ki, artıq qızsan. Neyniyərdin? Nə reaksiya verərdin güzgü özünü görsən? Şoka düşərdim. Ay, Həmişə bunu istəmişdim. həmişə bunu istəmişdim. Sən neyniyərdin? Gəzərdim, tozardım, qəşəng. Geyimlər falan. Hansı ki o bizim oğlan olub da bəzi qız paltarlarına belə həsədəm. Kaş bizim də belə paltarlarımız falan olardı. Onları yəni bildim. Geyinərdim, gəzərdim, tozardım. Adını nə qoyardın yaxşı? Ayka. Marmalat. Hal-hazırda ən maraqlısı oldu yəni Ayka. Aynen. Təsbehin də olacaqdı. Şokoladdır 100%. Təsbih ömür boyu vardı. Qız kimi. Sonra başlayıram qadın mollalığa. Deyir qarışqa, deyir böyüdü olana qarışqa. Super qüvvən olsaydı, Aha. Marvel kimi, DC kimi nə etmək istərdin? Çox belə bir gözləntim olmazdı. Özüm üçün amma çox şey eləyərdim. Sən elə bütün hər şeydə özün üçün, Norveçin prezidenti olsa özün üçün eləyirsən. 1 milyon olur özü bir insanlara Hal-hazırda yazdı. vəziyyət onda kim üçün eləyib? Nə qüvvən olsun istəyərdin? Hancock kimi falan olmaq istəyərdim yəqin ki. Adam bildiyin bayağı bir güclüdür, yəni havaya qalxa bilir, istədiyi samolyotu belə tuta bilir. Ha, okay. Yəni balinanı sahildən götürüb dənizin ortasına rahat ata bilir. Yəni bayağı bir gücü var, amma bildiyiniz insan cildindədir. Hə, insan cildində güclü. Amma çox güclü. Şey kimi, Hulk kimi də. Hulk kimi. Hə, okey. Onun Və hətta Venom olmaq istəyərdim. Venom Bədənə olmaq girib istəyərdim. istədiyim bir şeyi idarə eləyə bilmək. Doğrudan. Bəs insanlara nə xeyir verərdin bu gücündən? İnsanların olsa nə eləsən də xeyri yoxdur. Yəni var ya. Çaylar dizin üstündə. O onsuz da xeyri yoxdur, nə eləsən də. Marsdan bir yat planetli gəlsə, Aha. sən də qabağında paxlava yeyirsən. Aha. O da səndən soruşur ki, bu nədir? Paxlavanı yat planetliyə necə təqdim eləyərdin? Paxlava. Deyirəm ki, planetimiz yad olsa da əsas odur ki, ürəyimiz doğmadır. Necə təqdim eləyərdin ki, bu nədir? Amma dilimizi başa düşür də, elə düşün. Yəni mənim belə deyim, ən çox sevdiyim paxlavadır. Yəni ona görə onu sözlə yox, onu yeyərək keçdiyim o hisslərlə, həzlə başa salardım. Məsəl üçün, digər. Masıltı ilə. Onu yedizdirəndən sonra yəni gözü başa düşəcək, yəni nə cür bir şey olduğunu. Yox. Heç başa sala bilməzdin. Paxlava nə cür başa sala bilərəm Nə mən bilim, ona. başa sal da. Mən yat planetliyəm. Başa sal. Belə? Vəsə? Başqa nə cür başa sal? Bəlkə bizim planetdə sənin elədiyin hərəkət söyüş deməkdir. Mən də nə başa düşməm mən. Eyb yoxdur, zabaşı vurub eləyərdim. Yandırıram da lazımdır. Ya hətta qoşulub ona bax bir paxlavaya alladıb ona, qoşulub ona sıxıb gedərdim. Bu arada mənim çox xoşuma gəlir. Yəni yer kürəsindən çox mənə daha çox yer kürəsindən kənar daha maraqlı gəlir. Gedək də bir gün. Yıxılıb gedək də bu quruq. Oturub maşına getdik. Füjundan uçurup da. Füjundan oturub. Ən çox xoşuma gələn bəs maraqlı olan planet hansı sənin üçün? Hal-hazırda elə bir şey yoxdur. Yəni elə bir planet yoxdur ki, mənə maraqlı. Sadəcə qalaksiya mənə çox maraqlı gəlir. Yəni getmək istədiyin bir planet var, gedib orada yaşayardım. Yaşayış olsaydı. Sırf biri yox, amma Bəziyə. görmək istədiyim, məsəl üçün ən böyük günəşlər falan var da, yəni hansı ki bizim günəşdən 10 milyard dəfə, 5 milyard dəfə böyükdür. Stephenson'dur, Scuti falan da. Məsəl üçün onları görmək istəyərdim. Görə Çox bilməsən maraqlı. olsun. Görə bilmərəm də zaten, amma Yandıraraq səni, kül eləyərək səni. amma yəni ən görmək azından bir kənardan deyim, yəni ən azından bir görmək istəyirəm. maraqlı gəlir ha. Və indi bilmirəm yalan gəlsə bizim deyilənə görə güya yer kürəsi təkcə bizdən ibarət deyil. Başqa Təbii ki. yaşantılar da var. Yəni sırf o digər üzünü görmək istəyərdim. O buzlaqların arxasında deyilən bir həyatdır falan peşməkəndə. Onları görmək istəyərdim. Buzlaqların arxasının deyəndə ki, biraz pul yığıb da ora gedə bilərik bu arada. Əgər keçməyə icazə verirlərsə, yəni nə deyək? Təbii ki, verirlər. Antarktidada. Antarktida. Nə deyək? Sumqayıtın o tərəfi döyür. Döndüm. Vazın koroğundan başladı ortada. Ora deyil. Qonağımız astroloq Rauf bəy idi. Gördüyünüz kimi astrologiya. Hər şey Rauf bəydən aşağıda Instagramı qoyacağam. Oradan girib baxa bilərsiniz. Çox gözəl. Çaşdı və astrologiyadan məşğuldur. Yazıb qəbuluma yazıla bilərsiniz. Bürclərə baxıram, fala baxıram. İndi sənə 2 dənə sual verəcəm. O mu, bu mu? Aha. Məsəl üçün xəngəl yoxsa dolma? Xəngəl. Niyə? Dolma baxır hansı dolma? Amma Yarpaq. Yarpaq yox, heç sevmirəm. 3 bacı. Üç bacı yenə gedər də. Sənin xoşun gəldi, mahnın da var sənin bacılarla bağlı. Bacılar mahnısı ilə. Oxu bir dənə. Bacılar, ay bacılar. Okay. 3 bacı yoxsa gürcü xəngəli? Məncə üç bacı. 3 bacı. Bayaq xəngəl demişdim, amma üç bacı ilə gedər də orada. Doğrudan da sən qərarlılıq səviyyən 2 saniyəmdən qabaq xəngəl. Siz dəyişirəm də fikirlərimi. Dəyişkən insanım. Yatmaq yoxsa əylənmək? Əylənmək. Niyə?
Yatanda nə qazanacam? Dincələcəksən. Ruhun dincələcək. Zaten dincəlirik yəni. Zaten yatmaq həmişə var, əyləncə həmişə yoxdur. Babalarımız kimi öləndə olsa yatacaqsan Ay da. sağ ol, yəni əyləncə. Amma sevdiklərin ətrafında əyləncə. Sıradan bir şey yox. Mən biraz əyləncəni də dostlarımla, yaxınlarımla eləməyi daha çox sevirəm deyə. Ona görə mən elə Hətta toplu əyləncə daha maraqlı olur da. Eynən. Ətrafında öz istədiklərin, sevdiklərin, dostların falan daha maraqlı olur məncə. Ən iyrənc gələn ifadə söz sənin üçün hansıdır? Tanımadığı halda sən deyə müraciət eləmək. Yəni ki, rəsmiyyəti aşmaq. Rəsmiyyəti aşmaq. Məsələn, deyək ki, işdəyəm, hər hansı bir müştəri yaxınlaşır. Sən bunu paket elə, bunda belə, yəni Yuxarıdan aşağı baxmaq. Yəni bəziləri yuxarıdan aşağı baxmır. Bəzilərinin danışıq tərzi elədir. Bəzilərin mədəniyyəti deyərdim də, mədəniyyəti elədir ki, yəni insana sən deyə xitab edirlər. Yəni biri var ortada səmimiyyət yaransın, sonra sənə sən deyə müraciət eləsin. Bir də var ki, yəni gəlir, sən bunu belə elə, mən pulun verəcəm, belə deyən. Yes, mənim də zəhləm gedir. O özünü birdən yaxın hiss eləmək. Yaxın hiss eləmək. Yəni niyə də yəni biz tanışıq? Düz deyirsən. Düz deyirsən. Bu məndə də elədir. Dostlarından hansını heç vaxt özünlə gəzintiyə aparmazdın? Adını da çək. Adını çəkə bilməyəcəm. Çəkəcəksən. Yox, gəzintiyə aparmam. Mən ətrafımda elə bir dostlar saxlamıram da ki, yəni onlarla gəzintiyə getməyə bilim. Yəni elə bir insan zaten mənim dostum deyil. Yox, dostlarından. O insanlar zaten mənim ətrafımda qalmır. Yəni kimlə ki gəzintiyə gedə bilmirəm, o insan zaten mənim ətrafımda deyil. O dərəcə. Ətrafımda olan insanlarla türklərin sözü olmasın, gönül rahatlığı ilə, yəni harasa istəsəm gedə bilərəm yəni. Məsəl üçün elə bir dostun varmı ki, o görüşmək istəyəndə sən ay adı yatsın ki, yatmışdım. Duranda cavab verərəm sənə. Yox, çünki elə bir insan saxlamıram ətrafımda. Yoxdur, heç kim. Dəqiq olsun. Dəqiq. Dəqiq olsun. Bir adaya düşsəydin. 3 dənə şey götürməlisən də bu hamının verdiyi sualda orada yaşamaq üçün. Bir dənə dostun olmalıdır, yanında götürəcək. Dava salacağam, heç narazı variant yoxdur. Nəzər variantı yoxdur da yəni. Bir dənə dostun olmalıdır, 2 dənə də əşyan. Ən sevdiyin nə götürərdin? Demirəm ha, yaşamaq üçün vacib yox. Ən sevdiyin 2 əşyan, bir dənə dostun olmalıdır. Kimlər 2 götürərdin? əşya. Bir yəqin ki, telefon olardı. Aha. Çünki bu dövrdə telefonsuz mümkün deyil. İkincisi, naşiqim olardı. Çünki mahnıya qulaq asmağı aşırı sevirəm. Okay. Yəni mütləq naşiq olmalıdır. Dostum da şimdi baxardım da hansı ora uyğundur, onu aparardım. Getdiyin ada Afrikada bir adadır. Hansı ki orada nə set tutmur, nə də zərətgə qoya biləcək bir şey yoxdur. İndi yaxşı fikirləş. Və elə bir Ölməyə dostuna gedirəm. getməlisən ki, orada yəni sənin başını beynini xarab eləsin ki, ömrün keçsin də orada. Hansısa hardasa yəqin ki, sıxılacaq. Mən istəsəm belə getməyə bilərlər yəni. Biri amma məcbur aparırsan da, onun getməməyə ehtimalı yoxdur. Kimə aparardım? Ağlıma gəlmir. Gəlir. Çünki məsələn, dostlarım ətrafının arasında mənim qədər qaynaşan yoxdur da yəni. Zeynal. O da olar. Zeynal apar. Məncə Zeynal apar. Mehdi bütün gün yatacaq. Deyəcək ki, qaqa pul yoxdur, çölə çıxmıram. Adada şərait yoxdur, mən yatıram. Özlərdən yarpaqdan yer düzəldəcək. Novruz pandadır da, ağacdan zaten tutub gətirəcəksən ki, kəbirəm orada yatıb da, hər yerdə yatıb. Məncə ən ideal Zeynal aparmaq deyə düşünürəm. Mənim ərim də icazə vermirəm zürlü say. Ancaq ya apara bilərsən Zeynal. Ancaq Zeynal apara bilərsən məncə. O da olar. Orada bir təhər yaşamaq, bir tərəfimizə yarpaq, bir tərəfimizə bağlayıb bir təhər gəzərik. İkimiz olacaqsın ki, belə bağlamasanız da problem yoxdur, onsa heç O da kəs olur. görməyəcək. Bəs əşya nə aparardın? Hal-hazırda istifadə etdiyim orada onsuz da lazım olmayacaq. Ona görə məncə ehtiyac yoxdur aparmağa. Niyə bir Həş düşünmürsən? deməyəcək. Təsbih. Orada mollalıq eləyərdim. Heyvanlara otusturardım, kərtənkələlərə də mollalıq Başa edirdim. salardım da. Hansı mahnıya qulaq asanda o sənə o qədər xoş gəlir ki, sən hədiyyə kimi gəlir də. Elə bilirsən ki, ona qulaq asanda sənə hədiyyə gələcək. İlk tapıb sevdiyim mahnı. Yəni hansı? Məsələn, bir mahnını tapdım və çox xoşuma gəlir. O mahnıya dayanmadan qulaq asanda, yəni yaşamadığım o hissi yaşadır, enerji verir mənə. Amma bir müddət qulaq asandan sonra, yəni ki, soyursan, qulaq öyrəşir, onu heç nə gözləmirsən. Amma ilk tapdığım, ilk sevdiyim mahnı hədiyyə kimi gələ bilər. Səndə də olur o uşaq vaxtı qulaq asdığın mahnı üstündən 7-8 il keçib birdən risk hardasa qulaq asanda az qarsan oturub ağlayırsan. Həmin vaxtda ağla bilsən də gəlir. O vaxt YouTube falan heç nə yox idi. Hə. Biz radioda falan qulaq asırdıq. Radionu açanda axşam vaxtı manana falan mahnılar gəlirdi. Hələ də səni öyrənirəm mən falan demişəm mahnılar. O gələndə məsəl üçün həyəcanlanırdıq və iş burasındadır ki, bir dəfə qulaq asma şansın var idi. Və qurtarırdı yəni. O mahnının ortasında açdınsa radionu yarısını itirdin. Zibli çıxdı. Bir damcı qulaq asacaqsan. Məndə də mən Azərbaycan mahnılarına bilsən ki, çox heç demək olar ki, heç qulaq asmıram da, neçə ildir də.
Uşaq vaxtı mənim atam Elsəvər adında bir müğənni var idi, dəstəyi qoyma yerim bir mahnı var idi. Mənim atam maşında ona qulaq asırdı həmişə. Özdə ki uzaq yola çıxanda ona qulaq asırdı da. Ya aşığa qulaq asırdı, ya da ki o Elsəvərin mahnılarına. Bu yaxınlarda bir də hardasa keçəndə qaqaş maşında ona qulaq as. Az qaldım gedib maşını qucaqlayıb ağlayamdım. O qədər doğma gəlir də yəni. Dəstəyi qoyma. Desteği koyma yere, koyma yere. Ya o vaxt biz balaca olan vaxtları hardasa metronun yanından keçəndə Məhliyəzədə çıxanda 07-lər falan çıxırdı. Hamısında da bir dənə Röya mahnıları. Hə, gəl danış. Hə, gəl danış, Elşad Xosezad. Biz də onu ancaq orada qulaq asa bilirdik. Ya da ki, indi çox rahatdır. Hər Yəni şey əl getdin, çatandır. YouTube açdın istədiyin mahnıya qulaq asa. O vaxt elə deyildi. Bir dənə disk yazırdıq. O yetimə də ki 15-dən 20 dənə mahnı gedirdi, getmirdi. Çox maraqlı deyildi. Qulağımız mazol olana kimi ona qulaq asırdıq. Çox maraqlı deyildi. Məncə çox maraqlı. Aşkı Məncə maraqlı Sevginin idi. diski var idi. Bütün nəsil yığılırdı bizim evə. Atam disk alıb, bir də DVD alıb da. Qoşurduq ona oturub gecə səhərə oturub Aşkı Sevgi. Bir bölmədə paftor hər gün baxırsan da. İndi Hadi trendə düşüb də. Biz o vaxt Hadiyə oturub necə baxırdıq. Səyid zat, nə bilməyəcək. Uşaq vaxtı hə Lukas, Səid, nə bilim kimcə Hadi, bir də maraqlı şeylər zətlər qoşurdu. Mən uşaq vaxtı araba dedim ki, Hadi gedir mənəm. aşağı Hadi deyir mənə boşa. Səid deyir pulum yoxdur, Lukas deyir məndə çoxdur. İftay sinif vaxtı uşaqlar həmişə belə məzələ şeylər edirdilər. O vaxt elə bir dənə sinif yoldaşım var idi. Smack That mahnısı çıxmışdı Eminem'in Icon'ın. Deməli gəlib uşaq bildiyin, yəni not dəftərinə Smack That'ın sözlərini yazmışdı. İngiliscədə biliyimiz yoxdur, yəni uşaq 4-cü sinif, 3-cü sinifdə. Uşaq bildiyin yəni yazmış Smack That, nəsə izzət, Smack That. Bir sual verin. Ver. Qərbi kimlərlə bölüşməzsən? Qərbi heç kimlə bölüşmürəm hal-hazırda. Özümə belə çox görürəm bəzən. Hətta. Bəli. Amma belə mən onu çox boş buraxmışam da kimlə nə istəyir eləyə bilər. Amma belə istəmək, çox istəmək cəhətdə məsəl üçün mən görürəm ki, dostlarımla arasında çox yaxın istək var da, bir-birlə mən məsəl üçün qıraqda qalıram da, mən onda dəli oluram. Ki niyə burada? Ümumiyyətlə bir kruqda fərqi yoxdur, qərib olsun, sən ol. Məni hamıdan çox istəmirlərsə mən küsürəm. Mən istəyirəm ki, hamı məni çox istəsin. Hamı mənimlə maraqlansın. Egoist. Hə, hamı desin ki, sən nə gözəl olmusan bu gün. Hamı eyni şey desin. Başa düşürsən necə? Hamı desin ki, ay sən nə gülməlisən. Hamı gülsün mənim zarafatıma. Başım qarışır. Gülməli olmalı gülsün. Hə, gülməli olmasam da gülsünlər də, yarılsınlar, yerə yıxılsınlar. Mən heç kimi, çox sevdiyim heç bir insanı heç kimlə bölüşə bilmirəm. Amma belə bir şey var da oğlanlar arasında. Yəni dostların gördülərsə hər şey yaddan çıxır. Hə, elədir. Giz-giz zarafat elə mən də qalıram belə. Nə danışırsan? Biz məsələn oğlanlarla getdik, dostlarla oturduq da. Maraqlı nəsə bir şey var. Hər şey elə bir ki, hər şeyi bağlayırsan da, rubilniklə söndürmək deyirlər. Hər şeyi rubilniklə söndürürük də. Yəni. Hə, çox maraqlıdır. Bir oğlanla bir qız tez tanış olur restorana gedəndə. Niyə həmişə şotu oğlanlara ödətdirirlər? Çünki bəzi nüanslarda, bəzi yerlərdə oğlan qızdan üstündür deməyim də, bəzi nüanslarda üstün gəldiyinə görə orada jesti oğlan eləməlidir. Ümumiyyətlə kişilərin boynuna həmişə çox böyük vəzifələr düşür. Təbii. Ailə saxlamaq, ona eləmək. Kim nə deyirdisini deyir ki, qadınla kişi ayrıdır. Məncə yalan söhbətdir. Həmişə kişi biraz daha üst olur da. Əziyyət yük onun boynuna düşür də. Mən elə görmüşəm uşaqlıqda. Verilişi istəyirəm yavaş-yavaş yekunlaşdırım. Nə demək istəyirsən? Nə təəssürat bağışladı? Buyur. Səni eşidirik. Təəssüratım yaxşı. Heç vaxt almadığım sualları aldım. Yəni 28 yaşıma qədər heç vaxt verilmədiyi suallar verdilər mənə. Təəssüratlarım yaxşı oldu, maraqlı oldu. Verilişin mövzusu biraz daha gülməli olduğuna görə biraz dedik, güldük, əyləndik. İndi ciddi verilişlərimiz falan da gələcək. Oturub ağlaşmaq quracaq. Kimə nə maraqlıdırsa kommentariyada yazsın. Biz o mövzu üstündən müzakirə eləyək. Mən istəyirəm ki 10-cu bölümdə falan bütün qonaqların hamısını çağırım. Hamısını. Olur, hamısını Oturaq çağırım. belə sensei stalking. Necə? Hər kəsə Hə. qarğaxana düşürdü. Ay. Ha bir. Hamı danışdı, heç kəs qulaq asmasın. Hamısı da kişi deyə bir dənə qız mənim içlərində. Mən otururam, siz danışırsınız da. Mən prosta arada deyirəm ki, bugünkü sponsorumuz, sponsor demişkən, burada hələ də sizin reklamınız yoxdur. Hələ də sizin reklamınız ola bilərdi. Amma hələ də yoxdur. Mən Çox ödənişli təəssüflər ola olsun. bilər, şəkilmə vurum bura. Olar. Pulla vurdura bilərsən, reklam edə Bura bilərəm. portretimi vurum da olar. Çox sağ ol ki, gəldin. Xoş oldu. Mikrofon qoy yerə, xala. Ay xalam, mikrofon qoy yerə, mikrofon qoy yerə. Mikrofon qoy. Mikrofon buraya gətir. Yaxşı ki, gəldin. Yaxşı ki, sən və təsbehin bugün bizim qonağımız Sağ oldunuz. olsun. Bunu da yaxından kadra. Təsbehin də muncuqlarını oynatmır, sapını oynadır ayaqdan. Çünki muncuqdan çox sap var burada. Bugünkü verilişimizi yekunlaşdırırıq. Zəhmət olmasa kanalıma abunə olmağı, kommentlərdə, şərhlərdə nəsə bir sualınız varsa onları qeyd eləməyi, bildirimdir, nədir, zvanok var orada, onu açmağı unutmayın. Sizləri sevirəm. Yaxşı ki varsınız. İzlədiyiniz üçün çox sağ olun. Sizi gəlirəm öpməyə. Mənim adımı tez-tez yazın kommentariyalara. Yekunlaşdırırıq. Rauf ürək qoyun zəhmət olsa. Rauf ürək. 5-ci bölümdə görüşərik. Bay bay.